Mən izləyən hər kəsə Allahın salamı olsun. Kanalıma xoş gəlmisiniz. Bugün sizə çox dadlı, ləzzətli, ətsiz kartoflu plov reseptini necə hazırlayıramsa onu paylaşacağım. Çox asandır. Dadı bir o qədər də dadlıdır. İlk öncə onu vurdum ki, istədiyiniz plov düyüsünü istifadə edə bilərsiniz. Düyünü öncədən yaxşıca yuyuruq. Sonra 3 ədəd orta boy kartofu çiğ halda yaxşıca doğrayırıq, duzlayırıq. Sonra onları tavada yaxşıca qızardırıq. Altına düzmək üçün sadəcə kartofun bir tərəfini qızardıq. İkinci tərəfi ağ qalmalıdır ki, qazana düzərkən ağ tərəfini düzəcək ki, bişərkən, dəmə qoyarkən həmin tərəf təkrar qızaracaq. Baxın, belə sadəcə bir tərəfini qızartıram. Siz istəsiniz bu plovu ancaq qazmaq kimi istifadə edə bilərsiniz, amma bizdə çox sevildiyi üçün mən ara qatlarına da kartof əlavə edəcəm. Ona görə 3 ədəd orta boy kartofunu istifadə edirəm. Sadəcə altına düzəcəyim kartofu sadəcə bir üzün, qalan kartofları isə 2 üzün yaxşı qıpqırmızı qızardacağım. Burada isə stakan yarım verməşili belə quru tavada yaxşıca qovurmuşam yağsız. Bunu da plova əlavə edəcəm. Baxın, burada kartofları görürsünüz, 2 üzü qızarmış və sadəcə bir üzü qızarmış. Onu da vurğulayım ki, qazmaqda olan kartoflar xırçıltılı, ara qatdan da olan kartoflar isə yumuşaq olur. Hər iki tərəfdə qızarmış, bişmiş olur. Yəni istək sizə qalıb, hər iki cürdə edə bilərsiniz. Sonra isə qaynamış suya duzun əlavə edib, sakükün əlavə edib, su qaynadıqdan sonra belə düyüsünü əlavə edirəm. Həmişə elədiyimiz plovu necə ediriksə elə düyüsünü əlavə edirəm. Sonra düyüyə baxıram, əl vasitəsilə düyünü qırırsınız. Düyü artıq görəm yumuşaq qırılırsa, qovrulmuş verməşili onu əlavə edirəm. 5-6 dəqiqə yeni bir yerdə olar qaynayır. Sonra isə qəşəng süzəkdə süzürəm. Sonra dəmə qoyacağım. Dəmə qoyanda da nə etməliyəm? Dəmə qoyanda qəşəng kərə yağını öncədən əlavə edirəm. Kərə yağı isti olduqdan sonra kartofların ağ üzün tavanın altına gələcək şəkildə düzürəm. Sonra isə qat-qat üzərinə düyünü, yenə aralarına kartofu, düyünü, kartofu və yağ təbii ki əlavə edərək qazanı dəmə qoyuram. Artıq burada görürsünüz, düyümüz hazırdır, yumuşaqdır. Mən onu yaxşıca indi süzəcəm. Sonra da vurğuladığım kimi qat-qat belə düzürəm. Baxın, burada sonda artıq dəmdə alıb, dəmə də qoymuşum. Video uzun olmamaq üçün belə səsləndirdim necə edirəmsə. Bildiyimiz plovu necə ediriksə elə edirik. Sadəcə kartoflarını düzürük. Aralarını bir də ki, qazmaq əvəzi kartofdan istifadə edirik. İnanın, çox dadlı olur, ətirli olur, yumuşaq olur. Tamam bir fərqli dad istəyənlər üçün bu resepti sınaya bilərsiniz. Verməşillə də düyü bir yerdə çox gözəl dadlı alınır. İnşallah ki, kanalımı İzlədiniz, bəyəndiniz, videomu bəyəndinizsə like etməyi, abunə olmağı, şərh yazmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə ayrı təşəkkür edirəm. Sonunda baxın, belə qaba çəkdim. Görünüşdə belə olur. Görünüşdə gözəldir, dadı da gözəldir. İnşallah sınayarsınız. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələ